Yük avtomobilləri bəzən icazə verilən vaxt həddində yox, günün günorta çağı yollarda hərəkət eləyirlər və belə deyərdim, ziqzaqvari hərəkətlər edənləri də olur. Zolaqlar üzrə tez-tez yer dəyişənlər olur. Halbuki onlar üçün ən sağ zolaq nəzərdə tutulub. Bu Bakı-Sumqayıt yoluna da aid eləmək olar bunu. Baxın, belə hallarla qarşılaşırıq. Bunun cəriməsi varmı və yaxud da belə halların baş verməməsi üçün nə etməliyik? Buyurun. Bildiyimiz kimi şəhərə müəyyən saatlarda yük avtomobillərinin icazəsi var və bu şəhərə daxilində, yəni girişdə həmin o nişanlarla qeyd olunur ki, yük avtomobillərinin girişi qadağandır və bu sürücülərdə məsuliyyət yaradır, nişanın tələbini pozma məsuliyyəti yaradır. Hər hansısa bir nişanın sən tələbini pozursan və bununla bağlı sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmalıdırlar, 40 manat. Bu öz yerində. İkinci məqam, qeyd edirsiniz ki, onların ziqzaqvari hərəkətlə nəqliyyat vasitəsini idarə etmək. Mən düşünürəm ki, yük avtomobilin sürücüləri ya minik avtomobilini o cür sürüblər, sonradan yükə keçiblər və düşünürlər ki, onlar minik avtomobilini idarə edirlər, ya da ki, hər hansısa bir təyinat nöqtəsinə vaxtında çatmaq üçün bu cür addımları atırlar. Qeyd etdiyim kimi, qanun... Onlara aid olan səbəblərdir. Bəli. Hər hansısa səbəbdən bu hərəkət olunursa, edilirsə, bunun cəza mexanizmini dediniz. Cəza mexanizmi həm... Nə etməliyik ki, bu cür hallar baş verməsin? Çünki mini avtomobillər üçün kifayət qədər böyük təhlükə yaradırlar bəziləri. Bunun üçün ilk növbədə sürücülərimizə tövsiyə edirəm ki, yol hərəkəti qaydalarına əməl etsinlər və sürücüyə düşən öhdəlikləri bilsinlər, öz vəzifə borclarını bilsinlər. Çünki minik avtomobili ilə yük avtomobilin sürücüsü üçün eyni yolda fərqli qaydalar nəzərdə tutulur. Misal üçün, avtomagistrallarda minik avtomobilləri 110-la hərəkət edə bilərlərsə, yük maşınları 90, 70. Yəni, onlar üçün sürət həddi aşağıdır. Aşağıdır. Həmçinin, ən vacib məsələ qeyd etdiyim kimi istər yük olsun, istər minik avtomobillər olsun, qaydalara əməl etməlidirlər birinci növbədə. Əgər şəhərə giriş qadağan olunan saatda daxil olursa, həmin nəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilir. Onlar barədə müəyyən protokol tərtib olunur və saatın icazə verilən vaxtı yetişəndə həmin nəqliyyat vasitələri buraxılır, hərəkətlərini davam edirlər. Aydındır.